İmplantların üzerine vintli konstruksiya hazırlamışıq. 3 ədəd implantın üzərində. Bura indi həmin o vintli konstruksiyanın dəliklərinə biz burada blombları yerləşdiririk. Blombları qoyuruq ki, elə diş rəngində də olacaqdır, heç bilinməyəcək. Bax, burada da görürük. Yarısını doldurmuşuq, yarısı qalıb. İndi bunları dolduracağıq ki, bura gözəl bir şəkildə qalsın. Elə illərlə də belə gedəcəkdir. Və burada bir neçə müddət öncə eləmişik bunu. Burada digər dişə də bu blombu qoyuruq. Dəlik qapandı burada fikir veririksə və diş rəngindədir, eyni rəngdədir. Dəliyi qapadırıq. Polimerizatoru tuturuq, monomerləri polimerləşdirəcəyik. Yəni blomb kiçik zəncir halqalarıdır. Biz bunu tutmaqla reaksiya verib, belə deyək, burada polimerləşdiririk, zəncir halqalarını birləşdiririk. Bu vint dəliyini qapadaq belə. Və burada mən başqa bir detala fikir verim. Burada bu dişlərdə görürük ki, burada bir diş əti halqası var. Bir diqqətlə fikir versək, bu diş əti halqası çox deyil. Burada bir olar bir 2-3 həftə olaraq bu qoymuşduq elə. 2-3 həftə olar ki, bu dişi birləşdirmişik. Artıq burada halqalar formalaşmağa başlayıb. Mən həmişə deyirəm, burada vintli konstruksiyalarda bu implantda da bir implant buradadır, biri buradadır, biri buradadır. Həmişə deyirəm, vintli konstruksiyalarda belə diş ətinin formalaşması gözəl olur. Çünki biz sıxırıq diş ətini saxlayırıq onu və belə gözəl bir formada olur. Və bu həm hərəkətli diş əti olmur, burada hərəkətli diş ətinin qarşısını alır fikir versək, həm də ümumiyyətlə gözəl bir estetik bir görünüş verir. Bu hissələrdə də yavaş-yavaş, bu hissələrə yavaş-yavaş papil dolmağa başlayacaqdır. Bağlayırıq. Tak 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 tak. Belə bir şəraitdə, belə bir tam kontaktda, qabaq dişlər kontaktda, bunlar kontaktda, tam gözəl bir şəraitdə belə gilirik, maksimum gilirik. Gülərkən də belə gözəl bir görünüş əldə olunur. Buralarda karyeslər var indi, sonrasında onları eləyəcəkdir. Belə pasiyentin istəyinə uyğun seçilib rənglər. Gülürük. Adətə bir köpək dişi burada, köpək dişlərini görürsə yuxarıda da aşağıda da tünd olur. Digər dişlər ağ olur qabaqda, amma arxaları da biraz ağ istədi pasiyent, ona görə belə elədik. Xanım bir pasiyentdir. Mübarəkdir. Çox sağ ol.